Bir dəfə də qeyd edirəm, söhbət bitdi. Çox xahiş edirəm, evin içərisinə baxmağı unutmayın. 6 sotda çöldən ümumi fasad görünüşüdür. Çöldən ümumi fasad görünüşüdür. 6 sot torpaqda 6 dənə otaqlıdır. 6 sot torpaqda 6 dənə otaqlıdır. Dəyərli izləyicilərim, bizdə də xahişim odur ki, Şamaxı şəhər sakinləri ekrana yaxın əyləşsin. Şamaxı şəhər sakinləri. Deyirsiniz, niyə? Niyə tək Şamaxı? Çünki Bakı-Şamaxı yolunun 150 metrlik məsafəsində yerləşir. Tam olaraq şose, prospekt yoldan 150 metrlik məsafədə. Əla təkliflərdən biridir, dəyərli izləyicilərim. Burada həyətində sanitar qovşaq, çöldən ümumi fasad görünüşü, yaxşıca pul xərclənilibdir. Evin içərisinə belə babat maya qoyulubdur, dəyərli izləyicilərim. Zirzəmisində ayaq üstündə dayanmaq mümkündür. Sənədlərimiz təbii ki, paket kupcadır. Təbii ki, paket kupcadır sənədlərimiz. Burada kombi otağıdır. Dəmir barmaqlıqlar vurulubdur. Digər istiqamətdən həyətyanı sahəsinə bir də baxırıq, keçirik. Dəfələrlə dediyim evin içərisinə. 1, 2, 3, 4, 5, 6. 6 daş kürsülü parketlə yığılıbdır. Dostlar, indi sizdən bir xahişim var ki, rəy bölmələrində mən sizin rəylərinizi gözləyirəm. Rəylərinizi. Görün, hər bir şey necə bir-birinə uyğunlaşdırılıbdır. Baxın, hər bir şey əl işləməsidir. Burada artıq mağazadan alınan demək olar ki, bir şeylər yoxdur. Piləkan, qapılar, zəhmət olmasa çevirin bu şkafı göstərin. Bunların hər biri əl işləməsidir. Baxın, dəyərli izləyicilərim, gördüyünüz bunlar hər biri əl işləməsidir. Bunlar həmçinin radiatorlar bunun içərisində quraşdırılıbdır. Başlayaq qonaq otağına. Bu qapının 3000 manat qiyməti var. Bir ədəd qapının 3000 manat qiyməti var. Gəl dəyərli operatorum, keç bir gözəl fonda izləyicilərimizə təqdim et. Bakı-Şamaxı şosesinin 150 metrlik məsafəsində yerləşir. 6 sot torpağın içərisində 6 otaqlı bir mülk. 6 otaqlı bir mülk. Digər istiqamətdən də zəhmət olmasa göstərin. Dəyərli izləyicilər, gördüyünüz bütün avadanlıqların hər biri əl işləməsidir. Baxın, pəncərələrin qırağının çərçivələrinə belə deyək, ramkalarına baxın dostlar. Burada belə bir şkaflar yığılıbdır. Burada radiatorlar görünmür. Radiatorlar burada içəridədir. Mərtəbə arası beton monolit plitələr qoyulubdur. Monolit plitələr qonaq otağında. Bunlar da hər biri əl işləmələridir. Bax bunların. Baxın dəyərli izləyicilərim. Keçək digər sahələrə doğru. Videorolikimiz çox uzun çəkməsin. Belə bir piləkan qalxır. Ya sanuzelləri göstərək. Sanuzel sanitar qovşaq ayrı-ayrılıqda. Mən keçmirəm operator, özünüz göstərin, izləyicilərimiz baxsın. Siz də mülkünüzü satmaq istəyirsinizsə, qeyd olunan nömrə ilə əlaqə saxlayın. Bu evin sahibi də mənim səhifəmdən nömrəmi götürdü və zəng vurdu ki, qardaş, durma gəl. 6 sotun içində, 6 otaqlı, 6 sotun içində 290.000 manat. 290.000 manat. Birinci mərtəbədə 2 otaq var. Qonaq otağına baxdıq. Burada geniş bir yataq otağı var. Keçin zəhmət olmasa mətbəxini göstərin izləyicilərimizə. Şəxsi tikili bir mülk. Bu şəxsi tikili mülkdür. Baxın dəyərli izləyicilərim, hər bir şey eyni rəngdədir də demək olar ki, bütün mebellər. Mebellərində 70% evin içərisində qalacaq. Yəni qonaq otağı dərc qalacaq da, tərtəmiz. Qonaq otağına heç nə götürülməyəcək. Mətbəx mebeli həmçinin. Öndən buyurun. Bu gözəl pləkanla bir qalxaq 2-ci mərtəbəyə. 2-ci mərtəbədə 1-ci mərtəbədən gözəl. 1-ci mərtəbədə həyətindən gözəl. Monolit plitələrdir. Burada da deməli dəyərli izləyicilər 1,
2, 3, 4 otaq, eyvana keçid və bir sanitar qovşaq. Buradan zəhmət olmasa təqdim edin bu qapıları. Baxın gözəlliyə dostlar, baxın gözəlliyə. Qiymət 290.000 manatdır, 290.000 manat. Hər otaqda kondisioner var. Bu otağın 2 pəncərəsi var. 2 pəncərəsi var bu otağın. Keçəyin, üzbəüz otağa baxağın. Qeyd etdiyim kimi döşəmə parketdir. Digər bir yataq otağı. Buranın da öz kondisioneri var. Bütün otaqlarda soyutma sistemi quraşdırılıbdır. Sanitar qovşağı göstərin. Duş kabin üçün yer ayrılıbdır. 10 qəpik xərci yoxdur evin. 10 qəpik. Bu otaqdakı mebellərdə, yəni səviyyədir, həqiqətən səviyyədir. Baxın, bu mebellərdə əl işləməsidir. Burada çox belə keyfiyyətli bir saat var. Bunun söhbəti getdi, ev sahibi ilə görə nətər olacaq. Bəlkə evi satası olsam onu verdi mənə. Sonuncu otağa baxağın dəyərli izləyicilərim. Buradan da göstər bu gözəlliyi. Burada bir dənə otaq var dostlar. Saxla videonu, saxla. Hələ gəlmə, hələ gəlmə. Buyurun. Operator gəl də, axşam oldu. Dostlar, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərim, evimiz Bakı-Şamaxı yolunun tam üzərində 150 metrlik məsafəsi var. 150 metrlik məsafəsi. Qiymət 290.000 manatdır. 290.000 manat. Əslində mülk sahibi qiyməti çox baha deyirdi. Qiyməti, yəni şəxsən mən operatorla bir yerdə qiyməti biz regulovka eləmişik ki, gəl 290.000-lə çıxardaq satışa. Paket kupçadır, qiymətdə razılaşma olunacaq. Görünən bütün əşyalardakı demək olar ki, qalacaq. Gələn videolara dək sağlıqla qalın.